İndiyə qədər olan ən pik həddi deyərdim. Həmişə deyirdilər ki, niyə öz mahnısı yoxdur, niyə oxumur filan. İstədik ki, öz mahnımızı. Əslində təqdim eləmişik, amma bu qədər geniş bir təqdimat olmamışdı. Mahnı geriyə dönəm var. 2002-ci ildə yazdıq bu mahnı və o vaxtdan qalmışdı. Mən dəyərli müəlliməm Esməli xanım Hüseynova yazıb bu mahnını. Hər zamankindən fərqli olaraq sevgidən, eşqdən deyil bu mahnı. Tövbə edib geri dönə bilənlər üçün oxumuşuq. Narkomaniyaya qarşı oxumuşuq bu mahnını. Sosial mesajı da var. Daha yararlı bir iş üçün xərcləmək istədik. Mənəvi olaraq, həm maddi olaraq duyğularımızı. Professional aktyor deyiləm, amma əlimdən nə gəlirsə elədim. Qəbrin içinə gir dedilər, girdim. Yağış yağdı, palçığın altında qaldım. Özümlə boğuşdum. Yerə yıxıldım. Nə əlimdən nə gəldisə, nə dedilərsə hamısını elədim. Klipə artıq bir gün qalmış, mart ayı idi çəkilişlərimizin başladığı dönəm. Xəstələndim, qızdırmam var idi. O komandanı yarı yolda qoya bilməzdim. Güclə də olsa durdum, gəldim. Əslində bəlkə də yaxşı oldu biraz, çünki orada həyatdan da yorulmuş bir gənci canlandırıram. Hələ də ümid var geri dönüb gəlmək üçün. Bir nəfərə belə yararı olsa, nə xoş bizə. Aktyorluq qabiliyyətinin olduğunu bilirdim, çünki o uzun müddət Türkiyədə təhsil alıb bu barədə və həmişə deyirdim ki, hansısa bir klipində hardasa bunu sərgiləməlisənsən və bu klipdə o həqiqətən qabiliyyətinin hələ deyim sizə ki 60%-ni sərgiləyib. O həmin günlər mənim yadımdadır, çünki səhərdən axşama qədər o klipin çəkilişi, orada yaşadığı o vəziyyətlər falan gəldi, hətta bir neçə gün xəstələndi, çox soyuqladı, çünki soyuq aylarda çəkilmişdi. Sənətsal yanaşmışıq işə, məkanın görüntüləri ilə bağlı. Məsələn, məkanımız yarımçıq qalmış tikililərin ətrafındadır. Bu da bir yarımçıq qalmış insan həyatları deməkdir, arzular deməkdir. Sənət adamı olduğum üçün mən bunu dərk eləyirəm, hiss eləyirəm və mərdanda da bunu görürəm və bəyənirəm. O heç kimi görmür, heç kimə qulaq asmır, nə yaxşı mənada. Çünki o artıq bir istedadlı bir insandır. O öz işinə odaqlandısa, o heç nə sağlamlığını nəzər alacaq, nə havanın istisini, soyuğunu, əziyyətini, heç nə. O artıq düşünür ki, mən bunu nə etməliyəm, necə eləməliyəm, mən bunu eləməliyəm, etməliyəm. Mən müdaxilə edirəm, nə heç vaxt edə də bilmirəm. Çünki o özü sərbəst bir yaradıcı insandır. Efirlərdə nə deyirlər, insanlar da deyirlər, bəlkə çoxları da belə düşünür. Mələk xanım dəstəyi, Mələk xanım köməyi, Mələk xanım nə? Mələk xanım yalnız gəlib onun işlərinə baxıb, sevinib, alqışlayır. Amma başqa işlərdən mənim heç vaxt xəbərim yoxdur. Ayaq üstə alqışlayıram ki, Hollywood aktyorlarının milyonlar alaraq udduğu toz torpaqları o tam təmənnasız olaraq öz sevgisini, mesajını çatdırmaq üçün onu yaşadı və bizə yaşatdı. Bu ayaq üstə alqışlanası bir addımdır. Mərdanın qəbirdə olan səhnəsi vardı. Təbii ki, bu çox təsirli idi. Ona görə əziz dostum, uğurlar, daim irəli və belə sosial layihələrlə daim səni tez-tez görək.